Vüqar, əzizim, illərdir səni tanıyırıq və illərdir Xəzərdə, səhər verilişində, günorta verilişində bizim qonağımız olmusan. Heç kimdən nə əskikdir, heç kimdən nə də artıqdır. Və efirə baxıb qonaqları bəyənməmək, bu sənin problemindir artıq. Ayıb olsun, başqa heç nə. Bəlkə düz demədim. Olmaz belə şeylər eləmək. Əzizlərim, bu canlı efirdir. Anonslar da gedəndə siz görürsünüz ki, kimlərdir? Xoşunuza gəlmir. Mən dünəndən xoşuma gəlmirsiniz heç. Xəzər TV-də Mətanət Əliverdiyevanın verilişində olmalıydım. 2 gün öncə verilişin prodüsörü mənə zəng vurdu. Dedi ki, Vüqar, verilişdə sən qonaq, bir də Vaqif Şıxəliyev. Dedim, nə gözəl, nə yaxşı. Mən Vaqifin xətini çox istəyirəm, dostluğumuz var. Dedim, məmnuniyyətlə. Deməli, bugün verilişə gedirdim mən. 2 saata yaxın tıxacda qalmışam bu arada. Verilişə, kanala çatmağa hardasa bir 15-20 dəqiqə qalmışdı, belə yarım saata yaxın vaxt qalmışdı. Açdım ki, telefonda bir verilişə baxım, görüm, verilişin gedişatı necədir. Gördüm, verilişdə Vaqifdən əlavə bir xanım var, bir də bəy var. Axı, bunlar mənə demişlər, bir sənsən, bir də Vaqifdir verilişdə qonaq. Mən bu verilişdəki insanları tanımıram, bilmirəm kim olduqlarını, həm də maşındayam, telefonda baxıram. Verilişin prodüsörünə yazdım ki, Vüqar, bəs verilişinizdə kifayət qədər qonaq var və mənə ehtiyac yoxdur o verilişdə. Yəni, niyə məni alladırsınız da? Yəni, ciddiyə mi almırsınız məni? Tamam, siz məni ciddiyə almışsınız, əzizlərim, mən də sizi ciddiyə almıram. Verişinizi də ciddiyə almıram, özünüzü də. Siz bunu digər bir bir əməkdar artistə, xalq artistinə qarşı eləyə bilmərsiniz axı. İndi Vüqardır, ərk eləmişsiniz ki, Vüqardır, dəxli yoxdur, çıxacaq. Yox, elə deyil axı, əzizlərim. Hər şeyin əndazəsi var, qaydası var, qanunu var. Odur ki, mən verilişə getmədim. Verilişə getmədim, çünki məni aldadıblar bunlar. Olmaz axı. Yəni, mənim problemim verilişin prodüsörü ilə, aparıcısı ilədir. Halbuki, həmin o Mətanət Əliverdiyeva verilişdə çıxıb mənimlə bağlı çox böyük yanlışlar, yanlış ifadələrə yol verib ki, Vüqar buradakı qonaqları aşağılayır, gəlmir. Bir nəfər orada oğlan tarçalan olub, bir nəfər xanım ifaçı olub. Mənim problemim o verilişdəki qonaqlarla deyil axı. Siz məni aldatmışsınız ki, verilişdə Vaqiflə sən olacaqsınız. Düzgün deyil axı, bu yanlışdır. Mən heç kimi aşağılamaram axı, heç kimin mənim nə ixtiyarım var ki, kimisi aşağılayım. Və bir də Mətanət xanıma demək istəyirəm ki, Mətanət xanım, siz niyə mənim verilişə gəlməməyimi bu qədər faciəyə çevirirsiniz? Elə bilin ki, bir külək idi, bir film idi, gəldi, keçdi də.